Dostlar, bir daha salam. Səhifə 18. 53-dən başlayaraq axıra qədər yiyəlik. Bir gedək. My niece. Niece tək olduğuna görə apostrof s nəsə got. Siz bilirsiniz ki, apostrof s-dən sonra got gəlində yiyəlik deyil. It apostrof s yiyəlik deyil. Apostrof s-dən sonra very gəlirsə bu da yiyəlik deyil. Apostrof s-dən sonra going to gəlirsə bu da yiyəlik deyil. O zaman qalır E variantı. Dünənin sənədləri ya da dünənki sənədləri. E variantı. Apostrof s-dən sonra going to. Yəni bizim apostrof s-imiz mübtədanın düz üstündədirsə, mübtəda nədir? Cümlənin əvvəlində gəlir. Mübtədanın üstündədirsə, o ya izdir, ya həzir, ya da həqiqətən yiyəlidir. Okay? Bunu yadda saxlayın. That's, his, its, she's. Bunlar heç vaxt yiyəlik deyil. Feil gəlib. Has lost deməkdir. İndi zamanlar keçəndə görəcəksiniz. Apostrof s-dən sonra görünüş ya da xarici görünüş. Selena'nın xarici görünüş. D variantı. Yəni yiyəlik var. Woman, women fərqi yoxdur. Kökündən dəyişənə hamısı apostrof s olur yiyəlik. S apostrof olmur. Gördünüz hansı variantları çıxdım. These cəm istəyir. Women cəmdədir. Düzdür. This tək istəyir. Women cəmdədir. Yiyəlikli ismi birləşmələrdə. Yiyəlikdən sonraki ismə yox. Bir yiyəliyin özünə, bir də onun qabağında onu təyin edən əvəzliyə, artikla ya saya baxırıq. This tək istəyir, amma women cəmdədir, uzlaşmır. Qalır B variantı. Those cəm istəyir, children cəmdir, amma children yiyəli S apostrofla düzəlmir. Ona görə A-nı, B-ni, hətta D-ni də çıxdıq. This təkdir, children cəmdir. Uzlaşmır bu iki söz. These cəmdir, children cəmdir, yiyəli də düzdür, apostrof S. Cavab Y-dir. Bu ana, görürsünüz, yiyəli iki şəxsin ikisində də varsa, burada neçə şəxs var? 2 dənə xətt çəkmişik, görürsünüz. Bu demək ki, burada 2 dənə şəxs var. Yəni 2 dənə ana var. Onda siz ananı cəmləndirməlisiniz. Səhvdir. Əgər bir şəxsdirsə, hər ikisinin anasıdırsa, onda yiyəli burada olmamalıdır. Sadəcə ikincidə olmalıdır. Onda düz olacaqdır. Hər halda səhvdir. Filan kəsin nənəsi. Görürsünüz? Yiyəli ikinci şəxsə verir. Tək bir adamdır. Həm bunu, həm də onun nənəsi anlamına gəlir. Filan kəs apostrof s-in reaksiyası. Düzdür. Filan kəsin ideyaları. Bu da düzdür. Amma apostrof s-dən sonra ing gəlirsə, bu yiyəlik ola bilər. Amma ing-dən də sonra nə gəlməli? Xəbər. Gəlmədiyinə görə deməli bunun özü xəbərdir. Yəni is answering deməkdir. İndiki davam edəcəyini keçəndə biləcəksiniz. 2, 3, 4. B variantı. Çox təəssüf ki, sizlərin əksəriyyəti məktəbdə dərs oxumamısınız. İndi sizə keçiblər, bilmirəm. Yəni problem odur ki, oxumamısınız, qardaş. Keçdi, keçmədi, oxumamısınız. Və gəlmişsiniz 3 aya, 5 aya, 6 aya nəticə qazanmaqdır. Bu biraz çətin məsələdir. Çünki beyin 7 illik, 6 illik, 5 illik proqramı 2-3 ayın ərzində, 5 ayın ərzində onu götürmək mümkün deyil. Hər gün 10 saat sən məşğul olasın. Hər halda. Ya da hansısa fəndən qırasan ki, birinə köklənəsən, elə mümkün ola bilər bəlkə. The director. Director, apostrof, director olsun, yaxşı. Filmlər, yiyəlik var. Burası heç. The florist, chemist, bookçu, baker, grocer və s. Həqiqətən düzdür 1-2. Amma apostrof s-dən sonra feil, əlaqəsi yoxdur. Apostrof s-dən sonra feil, əlaqəsi yoxdur. İndi deyərsiniz ki, ay müəllim, mən hardan bilim feilini? Zəhmət çək, lüğətə bax. Von nədir? Win sözünün ikinci, üçüncü formasıdır. Order, bu da idi, keçmiş zaman şəkilçisi ya da participle şəkilçisi. Zəhmət çək, lüğətdən istifadə elə, mənasına bax ki, bu feildir, feil deyil. Zəhmət çəkmirsən. Çəkmədiyinə görə də yaza bilmirsən. Söz bazam yoxdur. Bazam yoxdur, öyrən də Allah köməz. Müəllim sənə yeni söz öyrənəsi deyil ki. Hostess. Apostrofu verib, S-i yadından çıxıb. Nə oldu bəs? Bir, iki. İndi gələcək testdə səhv çıxacaq. Elə bir variant, she's won the award in the competition. 5 də səhvdir arkadaşlar. 1-2-5 bunlar veriblər, böyük ehtimal. Çünki hostess, apostrof S yoxdur. Burada bir səhvlik var, testin özü səhvdir. Nəysə, cavab 1-2 olmalıydı.
Yəlikli ismi birləşmələrdə sonuncu sözə dedik, baxmırıq. Düzdür. Hara baxırıq? 6 cəm istəyir, dey təkdir. Women-in yəliyi düzdür, apostrof s. 3 cəm istəyir, week təkdir. Familiyanın qabağına z gələndə s apostrof olur. 2, 4. Təkdir, night təkdir, apostrof s düzdür. Children kökdən dəyişdiyinə görə apostrof s olmalıdır. A few cəm istəyir, second təkdir, səhvdir. Təkdir, week təkdir, təkin yəli apostrof s düzdür. 1, 4. These təkdir, scientist təkdir, təkin yəli apostrof s, onun da ismi var, yəni alimin kəşfi, düzdür. These cəm istəyir, scientist təkdir, uzlaşmır. Onca yəliyin düz səhv olub olmaması o şey səhvdir. These cəmdir, scientist cəmdir, cəmi yəli s-dən sonra apostrof bu düzdür. These təkdir, scientist cəmdir, uzlaşmır. 1, 3. This təkdir, ya da these, nə deyirsə deyir, these. Artist təkdir, təkində yəli apostrof s və ismi də var, düzdür. Z təkdir, artist cəmdir, uzlaşmır. These cəmdir, artists cəmdir, düzdür, 1, 3, uzlaşır. Amma those cəmdir, artist təkdir, uzlaşmır. Yəni apostrof soldadsa bu isim təkdir. Apostrof sağdadsa bu isim cəmdir. Fikir verin. Mən nə edirəmsə, siz də onu eləyin, qardaş. Görürsünüz, tək istəyir, bu təkdir, düzdür. Cəm istəyir, bu cəmdir, düzdür. Tək istəyir, bu cəmdir, səhvdir. Cəm istəyir, bu da təkdir, səhvdir. Burada da qalır 1, 2. Nə oldu elə hamısı açıqdır. P-tin yeni parfümü, düzdür. Familiyanın qabına zət gələndə s apostrof olur, səhvdir. Gələn ilin, düzdür. Ten, burada böyük bir səhv var. Əslində bu kökündən səhvdir. Orijinal ingilisini mən burada bilmirəm. Yəni, bunu necə verirlər? Hər halda 10 minute istəyir. Minute cəmdə deyil. Ona görə səhvdir. Amma orijinal ingilis dilində güya belə olsaydı düz olacaqdı. Bizimkilər deyir, xeyr, səhvdir. Bu belə olmalıydı əslində. Əgər sən E verib break-a aid eləyirsənsə ki, bu müəllimlərə biz keçirik bunu. 10 minute deyilməli, minutes yox. Bu birinci aşıbqa. 2. Sən bunu yəliyli vermək istəyirsənsə, əgər bunu burada verməyəcəksən. Yazarsan ki, 10 minutes belə. Okay. Hər halda 4 səhvdir. 5. The fire apostrof s-dən sonra isim olmadığına görə səhvdir. Qalır 1, 3. Shoemakers cəmdədir ümumiyyətlə. Cəm ismində yəli s apostrof düzdür. Children apostrof s-dən düzəlir, səhvdir. Mən həmişə apostrof s-dən düzəlir. Düzdür. C article cəmdə familiyalar s apostrof olur. Düzdür. To cəm istəyir, amma bu tək. 1, 3, 4. Mən yəli apostrof s olmalı. Children yəli apostrof s olmalı. Mən yəli apostrof s olmalı. Düzdür. Soyadın qabağında Z article gələndə S apostrof olur, düzdür. 3 cəm istəyir, bu isə təkdir, səhvdir. 3, 4. İndi mən əvvəlinə baxmışam, bir də siz baxarsınız, axırlarına da baxın, görün orada bir də yərizdə çıxar. 30 cəm istəyir, minute təkdir, səhvdir. Today həmişə apostrof S, amma özündən sonra isim yoxdur, ona görə ardına baxacam. Qızımın ilk günü, burada yəlik var. Mr. tək istəyir, ona görə Jack apostrof S olmalıdır, amma bu da cəm verib səhvdir. 2 şəxsdən ikinci yəlik qəbul etsə, deməli bu hər ikisinə aiddir, deməli bu da düzdür. 2, 4. Tək istəyir, minute tək apostrof S düzdür. Mənim oğlumun ilk doğum günü, düzdür. Mr. tək istəyir, James cəmdədir, səhvdir. Yəlik ayrı-ayrı verilirsə, bu deməkdir ki, hərəsinin ayrı-ayrı wedding var. Wedding toy deməkdir. Amma wedding bir dənədir. Bunun bir weddingi, bunun bir wedding, bu da 2 dənə wedding olur. Görürsən 1, 2. Ancaq wedding cəmlənməli idi. Deməli bu wedding təkdir ki, yəlik necə olmalıydı? Sadəcə ikinci şəxsdə olmalıydı burada. Deməli bu da səhvdir. 1, 2 qalır. Ana təkdirsə, deməli hər ikisinin anasıdır. O zaman bu yox, ikinci şəxs olmalı. Yəli hər ikide olmaq o deməkdir ki, burada bir ana var,
Burada bir ana var. Deməli 2 anadır. Olmalıydı belə. Deməli səhvdir. Hər halda. Söhbət bədən üzvlərindən gəlsə, yəli ayrı-ayrı olmalıdır. Deməli düzdür. Sister-in-law, mother-in-law falan filan hamısının yəli apostrof s-dir. Düzdür. Soyaddan qabağına z artikl olanda s-dən sonra apostrof, bu da düzdür. Jack apostrof s okey da, amma özündən sonra feil gəlir. Yəlik yoxdur. 2, 3, 4. Yəni isim olsaydı yəlik deyə bilərdiniz. Father hər ikisinin dədəsi olduğuna görə son şəxs yəlik qəbul edib, düzdür. Ayaqlar, bədən üzvləri yəli mütləq ayrı-ayrı olmalıdır, düzdür. Brother-in-law, father-in-law, sister-in-law falan filan yəli həmişə apostrof s-dir, amma isim gəlməyib, feil gəlib, ona görə səhvdir. Jack apostrof s tamam da, amma feil gəlib, səhvdir. The Clintons soyaddan qabağında d artikl olanda s apostrof düzdür. Children yəli apostrof s olur, düzdür. Girls zaten s-lə cəmləmirsən, apostrof olmalıydı, səhvdir. Tələbələrin s-lə cəmlən isimdən yəli sadəcə budur. Eyni şey də burada olmalıydı. Yəni 2 səhvdir, 3 düzdür, 4 səhvdir. Həmişə cəmdə olanlar apostrof s, düzdür 1, 3, 5. Student, mən nə bilim bu student təhdir, cəb, sən bunu necə götürmüsən? Yəni, əgər sayılan tək isimdə ismi birləşmədə burada mütləq e olmalıydı. Gəlcək arxada decəl yox, bu düzdür. Nəsə, ya bunların tərəfindən baxaq. Belə eləyək. 3 səhvdir. Çünki s ilə cəmlənəndə yəlik belə olur. Təzədən s əlavə eləmirsən. Qız, düzdür, mice kökündən dəyişənlərdə sadəcə belə olur. Bu cəhətdən baxanda 1, 2, 4. Amma yox, orijinal ingiliscəsində baxsaq, sayılan tək ismin qabağına e artiklı olmalıdır. Bir də verməyib. İndi mən bilmirəm burada cavab arxada 1, 2, 4 mi seçiblər, yoxsa 2, 4 mi seçiblər? Bunların aşıqasıdır. İstənilən halda burada e artiklın ən azından verməlisin. Əmi, xala, bibi, nəysə apostrof s olur. İsimdə var, düzdür. Habil, ümumiyyətcə isim gəlməlidir. İsim oxşayan bir şey gəlməlidir, amma artikl verilər. Səhvdir. Kənan apostrof s düzdür. Qod da gələndə səhvdir. Yəni, apostrof s-dən sonra ismi birləşmə, isimləşən bir şeydən başqa nə gəlir? Gəlsin, hər şey səhvdir. E gəlsin, qod gəlsin, veri gəlsin, no gəlsin, not gəlsin, fərqi yoxdur. Dünən, sabah, bugün, buna həmişə apostrof s-dir. For cəm istəyir. O da s apostrof düzdür. Söhbət tək ata, tək ana və bədən üzvlərindən gedəndə, söhbət tək ata, tək anadan gedəndə, toydan gedəndə, təkdə olanda, təkdə bir isimdən gedəndə sonuncu şəxsi yəliyə salasınız. Amma bədən üzvlərindən gedəndə hər ikisi olacaq. Amma sən burada bir ata, burada bir ata versənsə, deməli burada 2 ata olmalıydı. Okay? Bax, buradakı kimi. Ata cəmdəsə, deməli, bunun dədəsi ayrıdır, bunun dədəsi ayrıdır. Deməli, yəli ayrı verməlisin. Cavab qalır 1, 2. Jane'in cavabı. Bir düzdür. Jane görürsünüz, feil kimi işləmir. Answer həm feildir, həm isim olur. Mrs. Thatch'di, Clinton təkdir, visit səfər. 1, 3 düzdür. Mrs. Thatch'di, Clinton təkdir, amma idi varsa feildir. Mrs. Clinton'ın viziti. Amma Clinton sözündə z artikl olsaydı, soyad olacaqdı, ona görə cəmlənəcəkdi, s apostrof yapışdıracaqdıq. 1, 3, 5. Kelly'nin məqsədi. Feil kimi işlənib. İsim, feil kimi. Deməli, bu tip testdən belə başa düşdük ki, eyni sözdür. Answer, visit, aim və s. Bunların idisini verirsə, deməli bu nədir? Feildir, götürməyin. İdi yoxsa deməli isim. Kelly'nin məqsədi, Colin'in cavabı, Sara'nın performansı. Yenə də hara gəlib çıxırıq? Söz bazası. Siz nə qədər tənbəllik eləyib söz öyrənməsəz, ortada bir şey olmayacaq. Dünyanın heç bir yerində belə materialları izahına hər şey vermirlər ki, bala gəl oxu. Oxuyun da qardaş, əlimizdən alan var. Nəysə. 1, 3, 5. İndi baxaq. Cousin s-i var. Cəmdədir. Onca s-dən sonra apostrof düzdür. Life? Yox. Bu livedir, yaşamaq. Baxın.
Two of my cousins. Əslində two of my cousins. Kuzenlərimdən ikisi demək istəyir. Burada yiyəlik olmamalıdır. Çünki bunu of-da vermişsən. İndi bilməm, bunlar nə götürüb? Orijinal incisindən danışıram. At my cousin. Bu düzdür. At Fred apostrofe S. At my uncle apostrofe S olmalı. These cəmsdir, engineers cəmdədir. Bu injinerlərin işi. Bu da düzdür. The engineer apostrofe S də, amma özdə sonra isim yox, feil gəlib, səhvdir. The rain, yağış, feil gəlib, çorlamaq, xarab etmək. Qalır 2-3. Man, men. Man, men. Yeri apostrofe S olur. Və isim də var, bu düzdür. Stable man olur, men. Səhvdir. Goose, giz. Apostrofe S olur. Səhvdir. Bu yol deməkdir, marşrut, yol. Turist, ziz də təkdir, apostrofe S düzdür. Proje bir dənə olduğuna görə iki şəxsdə, əgər bir proje, hərəsi bir projesi varsa, bu da proje cəmlənməlidir. Tak что bir dənə əşyadan gedirsə, hər ikisinə aiddir, sonuncu şəxs yeri qəbul etməli idi. 1-4. Tom'un velosipedi, düzdür. Mr. Mrs. olanda bilirsiniz də apostrofe S olur. Düzdür. Bədən üzərində söhbət gedəndə yiyəlik ayrı olmalıdır. Okay? Yoxdur. Apostrofe S-də sonra feil gəlməməli idi. 1-2. Ted'in saatı düzdür. Filankəsin qohumu və yenə qohumu verir. Fərqi yoxdur. Yiyəlik var. Bədən üzərində gedirsə söhbət yiyəlik ayrı-ayrı olmalıdır. Yiyəlikdən sonra feil gəlməməlidir. 1 və 2. Robert'in pasportu düzdür. Robert has lost, lost, itirmək, feilli. Robert'in səsi düzdür. Is reading, ancaq xəbər gəlməndə görə bu da feil sayılır artıq. 1-3. Ted'in necə səs etməyi, making noise. Hardan bildim? Yiyəlikdir, çünki bu da xəbər gəlib. Hər kəsi əsəbləşdirdi. Bu düzdür. Amma bura baxın. Ted's making noise. Ted is making. Ted edir, səs, əsəbləşdirir hər kəsi. Və əsəbləşdirir hər kəsi. Yəni burada making noise ya da ing-nin isimləşməsi üçün üstəgəl xəbər verməlisiniz. Birdə var, ikidə yoxdur. İmtahanı bu səviyyədə mən gözləmirəm. Onsuz çox sadə düşün. Ted'in, siz feil sifətlə keçməmişsiniz, gələcəkdə keçəsiniz feilləri qutaraq. Ted'in çap edilmiş məqalələr görsən xəbər gəlib burada. Deməli, xəbərlə yiyəliyin arasında bircə dənə də olsa isim varsa, həqiqətən o yiyəlikdir. Amma gəl bax D variantına. Deyək ki, Ted'in publish olmuş məqalələr. Mən burada xəbər axtarıram, yoxdur məntiqlə. Yoxdursa onda bunun özü xəbər. Yəni Ted has published. Ted çap eləyib məqalələrini. 1-3 yenidən qulaq asın. Nizami Gəncəvinin doğum yeri. Düzdür. Whose, what's, she's, his, let's buna yiyəlik deyil. Brother-in-law, sister-in-law apostrofe S olur, S apostrof yox. Görsən burada xəbər var. Şirkətin ən yaxşı dizaynerları. Düzdür. Burada yoxdur. Amma burada var. E təkdir, Y təkdir. Nə oldu cavab? 4-5, 1-4-5. Qazaq. Filankəsin doğum yeri. Düzdür. Heç yiyəlik deyil. Partiyanın vacib qərarları. 3. Burada yoxdur, amma burada var. Təkin də gəl apostrof. Yəni bir günlük zaman deməkdir. 4. Sister-in-law, mother-in-law nə dedik? Apostrof S olur, S apostrof yox. 1-3-4. Təkdir, weak cəmdir, səhvdir. Valideynlərin davranışı, düzdür. Ölkənin ya da kəndin əhalisi, düzdür. 3 cəmdir, month, təkdir, səhvdir. S apostrof olmalıdır, 2-3. Mən, men, child, children, dear, bunların hamısı yiyəli apostrof S olmalıdır. Qalır 1-5.
Man, man, woman, woman. Nə bilim, tonight, yesterday, tomorrow. Hamısında yeli apostrofes olmalı. Ona görə 1 düz, 2 düz. To cəmsdir, mile cəmdir, 3 düz. Z-yə görə apostrof olmalı, səhv. Man, man-də apostrofes olmalı, səhv. 1, 2, 3. Dedi woman, woman. Child, children, apostrofes olmalı. Man, man, apostrofes olmalıdır. Qabağında da Z artikl olanda ki, bu Z'dir. S apostrof olur. 3, 4. To cəmsdir, yeyir, təkdir. Man, man, apostrofes olur. Sheep apostrofes olur. Giz apostrofes. Mənə çatmır ki, bu qoyunla qazı niyə böyük hərflə yazıblar. Elə bildim adlı şirkət. Sən Allah bu nədir? Ya bu kitabı niyə belə yola vermişsiniz tələm-tələsik? Nə 2 manat pul tez qazanasınız. Nəsə, chemist, butcher, baker, hamısı apostrofesdir. Everything is going to gördünüz, silisiz. Woman, hansı woman? Görürsə, burada bir səhvlik var. Bu qadın sayılan təkdir. Ya E ver, ya Z ver. Ya bu bunların günahıdır. Yəlik düz deyir. Prosta belə eləməyin də. Neyse, yəliyə görə düz götürəcəm. Amma belə səhvdir. Anna apostrof S olmalıdır. Çünki adamın adıdır. Anna'nın dərs. Snow apostrof S feil gəlib səhvdir. 1, 3, 4. Butcher'ı fərqi yoxdur. Apostrof S. Butcher olsun laf. Düzdür. Shop. Bu hiç yəlik deyil. Man apostrof S olur. Düzdür. Ans problem. Düzdür. Global warming feil gəlib has affected olmalıydı ki elədir. Yəni yəlik deyil, onu demək istəyirəm. Affect təsir etmək sözləri öyrənmisiniz 1 3 4. Yer kürəsi istəyir dünya olsun, earth olsun, fərqi yox. Apostrof istəyir vacib mənbə. Yəni isim və ismi birləşmə düzdür. Creativity özündən sonra feil gəlsə əlaqəsi yoxdur, yəlik deyil. Avropa Birliyi deməkdir. Avropa Birliyinin asılılığı düzdür. Gələ animal nə? Apostrof yoxdur. Daha apostrof az, S yoxdur. Yəni sən apostrof verə bilərsən, amma S-dən sonra ya da S-dən əvvəl. S ümumiyyətcə yoxsa orada yəlikdən danışa bilmərsən. Every human being hər bir canlı deməkdir. Apostrof S uğuru. Düzdür. Yəlikdən sonra artikl gəlmir. Yəlikdən sonra to be-nin formula. Yəni ismlə başqa, ismi birləşmədən başqa heç nə gəlməsin qardaş. Şirkətin yeni sədri. Düzdür, 1 4. Şükür qutarıq. Yəni yanlışlar falan var. Mən orada bir sual lap maraqlı gəldi. Yəni dərsdə ümid edirəm baxarıq. Ən azından əyanidə kitabdan baxma imkanım olacaq da biləcəm ki, nə götürüblər. Nəysə biz davam edək. Apostrof S-dən sonra dedi ki, not, yəlik deyil. Bugünün yüksək texnologiyası. Düzdür. Bu these cəmsdir. Amma child təkdir. Səhvdir. Və earth yerin səthi, bu da düzdür. 2 4. Və nəhayət. Gəl aşağıdan. Dentist, dentist sözü yoxdur. Belə olur. Dentist. Apostrof S. Yəni bu artıqdır. Teacher, müəllimin assignment verdiyi tapşırıq. Charles. Ay sizin mən nə deyim. Nəsə. Qardaş. Charles. Charles sözü yoxdur ingiliscəsində bilirsiniz. İndi mən nə bilim, bax bunu bundan necə götürüblər? Bax. Əsəbləşdirirlər adam. Charles ingiliscəsində S ilə bitən insan adlarında yəliyi hər iki cürədə düzəlir. Apostrofla da düzəlir, apostrof S-dən də düzəlir. Mən nə bilim indi bunlar hansını götürür. Anlatabildim mi? Yəni müəllimlərin hər ikisi də düşüb, miqdar da düşüb. Düzdür. Bizdə elə keçib. Mən nə bilim sən abituriyentləri nə tipdə götürsən. Müəllimə düşən şey bunlara nə versən? Allah kömək olsun. Twin əkizlər, əkizlərin də yəli S apostrof. Yəni düzdür. 1 düz, 2 ingilis dilində düz, dimdə bilmirən da özünüz baxarsınız cavabdan. Mənə maraqlı gəlir. 3 də düz, 4 səhv. Bax, 2-yə sual qoyuram, özünüz baxarsınız. Əgər onlar bunu səhv götürüblər, yəni apostrof S olmalıdır deyirlərsə, siz bundan sonra elə götürəcəksiniz. Yox, onlar bunu düz götürsə, siz bunu belə də götürəcəksiniz. Anlatabildim? Hələlik, baxım kim qutardı, qutarma deyil, hələlik deyirəm.
Hə, hələlik görüşərik.